Herkese salam. Sessiyalar arasında biraz boşluğun olmasından istifadə edərək çayımı da götürüb gəldim bir balaca informativ video çəkməyə. Çünki artıq neçə gündür buradan paylaşıram və müəllimlər soruşur ki, bura necə gedə bilərik və s. və Allah-axır. Bura IATOEFL adlı beynəlxalq ingilis dili müəllimlərinin təşkilatı vasitəsilə gəlmək mümkündür. Bu barədə bu təşkilatın nə olduğuna dair, konferansları harda, nə vaxt, necə keçirdiyinə dair mütləq informativ video paylaşacağım. Bundan əlavə müəllimlərimiz soruşur ki, orada ümumiyyətlə yeni şeylər öyrənmək necədir və s. Çox əlverişlidir. Çünki dünyanın ən nüfuzlu universitetlərindən, ən nüfuzlu dil qurumlarından burada təlimçilər iştirak edirlər və toplamda 500-ə yaxın, belə deyim, təlim sessiyası keçirilir. Təsəvvür edin ki, mən daha çox teacher training və IELTS sessionlarına girirəm. IELTS sessionlarını tədris edən insanlar hamısı Londonda, British Council'da IELTS dərsləri tədris edənlər, IELTS examinerların özləri, burada writing və speaking haqda misal üçün sessionlara girmişdim, indi də birinə girəcəm. Onlar elə examinerların özləridir və əlavə olaraq həmin sessionları təşkil edənlərin hər biri International Teacher Trainer statusunda olan insanlardır. IELTS üzrə yəni və həmçinin teacher training dərslərində də, yəni dünyanın ən nüfuzlu universitetlərindən, Almaniyadan, İngiltərənin özündən daha çox və başqa adını unutduğum bir çox ölkədən teacher trainerlar gəlirlər və burada ingilis dilini ən müasir, ən innovativ metodlarla necə öyrətmək olar, bu haqda danışırlar. Sessionların çoxu AI-ın, texnologiyanın dil öyrədilməsinə tətbiqi haqdadır. Düzdür, mən onlara çox girməmişəm, amma yenə də. Bundan başqa, yəni business English öyrədirsinizsə və ya məktəblərə öyrədirsinizsə, universitetlərdə dərs keçirsinizsə, bunların hər biri haqda dediyim kimi toplamda 500-ə yaxın spesifik sessiya var. Sadəcə olaraq